O ki kaldı Ramiz Mehdiyev kimlere? Ben derdim ki, bilirsiniz niye bu kadar bile inamla fikirlerimi ifade edirəm? Bakın sel gələndə həmişə köklə çürümüş kökütükləri gətirir. Bugün de 21. yüzyılın 20. yüzyılın sonu 21. yüzyılın başlangıcında ben derdim ki zamanın bir seli var. O sel gelip ve o gelende özüyle 200 yıllık çürümüş kökle yanaşı o kökütüklərindən mütləq bu xalq təmizlənərək yüzlüce doğru getirmelidir. O öz dövlət və dövlətçiliyini əbədi olarak qoruyub saxlamalıdır. Bu həqiqəti. Bak onlar təmizlənmədi. Bak təmizlənmədi. Bak 1918 və yaxud da 20-ci ilə toxunduruz. Bakın 1919-cu ildə Qatır Məhəmməd Gəncədən başladı. 1993-cü ildə Surət Sönər Gəncədən başladı. Bu tarixləri bilib və bu tarixlərdəki baş verən proseslərdən onun qaranlıq tərəfindən dostu və düşmanı edənlər kimlərdi, itirənlər kimlərdi? Bunlar bu suallara cavab tapanda bəs onda bugünkü dövlət idarə etmə sistemindəki baş verən prosesləri çox doğru və düzgün qiymətləndirirsən və ona çox doğru və düzgün bir yanaşma tərcün olur. Mən bu xalqımla fəxr edirəm. Fəxr edirəm ki, sanki 200 illik bir tarixdən keçib gələn məni heçə sayanlara və də dünyaya bir deyərdim ki, müharibə mədəniyyətini göstərə bildik. Bu belə bir xalqla Mənim qorxum, mənim həyəcanım var da. Bax, sizin bu yenə çıxışınıza söykənirəm. Bizə tətbiq elədiyi çevriliş prosesləri, torpağı unutturma prosesləri, başqa məsələlər, qıraqdan kimlərsə burası, amma bu proseslərlə bizim üzərimizə gəldilər, nail ola bilmədilər də. Mənim qorxum bilirsiniz nədir? Daha üst model və yeni üst tətbiqlə necə? Məndən olub, mənim kimi danışıb, mənim kimi görsənənləri mənim içimdə daha dərin yetişdirməkdir mənim qorxum. Yəni, başa düşürsünüz nə cümlə deyirəm? Bugün kodları, ifşa olmuşları kənarlaşdırsaq, yeni kodla elə bir maskalanma ilə gələcək ki, biz bilməyəcək gələn dostu yoxsa düşməndir. Biz artıq köhnə kodları bilirik. Təzə kodları bilmirik. Və burada da necədir? Hər kəs öz xələfini hazırlayır. Tutulan da, gedən də, ölən də, qalan da və hər kəsin, baxın, AXCP yox, yəni bu Xalq Cəbhəsi ilə AXCP-dən heç qarşıtma olmaz. Orada bir səhv eləmirəmsə Neymət Pənah yox, Pənah Hüseynov deyəsən dedi ki, ya Rəhim Qaziyev o vaxt qulaq asırdı. Dedi, bizə dedilər ki, sizə müstəqillə bağlı şans verəcəyik, bizə bir dənə şey lazımdır. Nə lazımdır? Azərbaycan SSR Dövlət Təhlükəsizlik Xidmətinin arxivini biz götürəcəyik. 92-ci ildə. O arxivi bizə verirsiniz, siz də bizdən nə istəyirsiniz onu bilməm. Hərbi hissələrin saxlanmasıydı, nə idi? Belə bir ciddi bir alver gedir orada, Moskvada. Onlar da diyor ki, hər razı, gəlin arxivi götürün. Arxivi götürün bilirsiniz nədir? Yenidən o kodlarla bu dövlətin içinə yenidən qalır. Məsələn, 50 dənə tankı verdi, amma əvəzinə bir dövləti geri almaq üçün layihənin modelini götürdü, apardı özü ilə. Bu deyə faciə. Biz onu bilmirik, o bizdə yoxdur. Kimin oğlu kimdir, kimin nəsli kimdir, kim necədir, biz onu bilmirik. Məsəl üçün, ulularımızdan, qocalarımızdan eşitdiklərim var ki, bəzən köçün içində belə özlərindən olanları bizim familiya ilə bizim içimizə yerləşdirir.